Sarxanadakı sağ olsun, qəşəng bir dənə tort alıb. Hazır belə olar, ayrı seçkinliyi sıxamıyor. Bunu keçən səfər almışdım sarı. Bilməm, bəyənəcəksən yoxsa yox. Açaq bir. Hardan bildim mən böyle sumka xoşlamıram? Mən keçən səfər səni gördüm, bir dənə güc balana sumka yerlədim. Mən başlayıb böyle sumka xoşlamıram. Mən bilmirəm sumka cəmaət nə qoyur da. Mən xoşlayıram yekə. Mən ümumiyyətlə hər cürə xoşlayıram. Bilmirəm, nə qoyurlar. Bu çox balaca da deyil, böyük də deyil, ortadır, yaxşıdır. Hə, cır. O qəşəng açmağı bacarmıram, izniyyət. Biraz gümüşü rəngi də var idi, amma mən bu rəngi götürdüm ki, bu rəng pastayanı hər şeylə gedirdi. Hə, cinslə, hər şeylə. Var. David Jones. David Jones. Nasıl tanımıram? Hə? Ну, я знаю, что хорошее. Да. Это что-то хорошее. Günlər elə belə şey. Çantam da David Jones-dur. Günlər elə belə şey hədiyyə eləməm. Ha, Aysa, iyi kəməri də var. Bu ilə saldım acgöz kimi. Bəh, yəni qır, hə. Kesərəm bu cıvılar. Короче, Günlər, спасибо, дорогая. Hə, bu da bunun etiketkası. Spasibo, dorogaya. Qəşəngdir, hə. Super. Çox qəşəng. Görsən nə gözəl. Bu hardan bildirəm qısa, xoş bacı. Bu belə də yekə görsənir ha, elə yekə deyil Əl əslində. boyda. Hə, bu əl boyda. Amma içində elə biləm çox şey yerləşir. Renage firması Modern Group. Bunu alacağım, amma nə seçilir? Bax, dolğuları həkim seçməlidir. Niyə görə? Bir dolğu var ki, ancaq həcm verir. Forma dəyişir, amma həcm verir. Bax, görsən. Sənin dodağın qəti olmaz. Çünki sənin dodağın həcm versən özü Qabağa gələcək. Bunun kimləri o yaşlı xanımlar, büyük dodaqlar var. Hansı ki deyirlər, mən yaşıma uyğun deyil, amma ki istəyirəm toqquşdaşsın biraz. Amma böyüməsin. Bu, amma sənin. Niyə? Üfləyərək qaldırım. Ay, sağ ol. Чтобы прилипшая форма была, biraz qalxsın prost. Ona görə dolğunu həkim seçməlidir. Sən mənim yanıma gəlib ancaq... O, hər həkim də seçə bilmir deməli. Sən mənim yanıma gəlməlisən, deməlisən istəyirlər. Mən sən istəyib uyğun. Onun filler seçməlisən. Sən seçdiyimiz filler 6-8 aya qədər qalır. İlk dəfədən təbii ki 6 ay, sonra get-gedə Azalır. ancaq Gelurun aksidli, konsultasiya. Ağrılıdır o belə. Spasibo. Sakitləşdirdin. Ağrılıdır çünki tam təbiidir. Bir Koreyada, Koreya istehsalı dolğuların içində lidakain olduğuna görə şişkinliyi çox olur və ağrısız olur. Amma mən Koreyanı istəmədiyimə görə... Sən məni də ağladasan onu. Bu da nə? Yanaq dolğu seviyorum. Əsas bu varsa da qorxu. Qucaqla onu. Niyə hamı böyle qorxur? Elə bilirəm hazırdır judo. Hə, hələ bir hazırdır və əslində heç eləmərəm, amma bir çıxan edəcəm çünki bu şişdir. Şişədən sonra belə vəziyyətdə qalsın deyə nə eləyirik. Çünki belə vəziyyətdə qalmayacaq. Əsas odur ki, bunu aradan götürdük. Mən dedim bu şikanı necə götürəcəm mən. Onu görsün. Necə tutulur? İçqa. Gəldi, o karabkada mənli, bu karabkada mənli. Başa düşdün? Amma başa niyə ki, hər üzə bir... Qısalar bu hissəni. Sənə bu düşür, obrusuna Qısalar bu hissəni biraz qaldırmaq istəyirəm. Gülləri indi qəşəng Highlighter. highlighter effekt deyirlər hə ona? Biraz da kəsimetr aradan qaldı. Asimetriyanı da aradan qaldırır. Sarıçqamız, həkim kosmetoloqumuz. Bilirsiniz ki, həmişə Gülnar yanına gəlirdi. İndi mən də gəldim və ideal bir dodaq elədi mənə. Baxmaq istəyən kirsin. Hə, qoyun belə göstərim sizə. Baxın. Möhtəşəm. Səsi çıxmır qızım, fikir verin. O qədər ağrısız eləyir ki, sarı səsi çıxmır. Hələ bu şeylərə bax, indi görəm, arxa necə parıldayır gözəl. Bu işıqların da sənin çox gözəl görsənir. Sarıçqanın yanına mütləq yazılın. Qızlar, biz yanaq dolğusu elədik. Şeydir, Sara, yanaq dolğusudur da, hə? Highlighter. Highlighter nədir? Highlighter... Yanağı biraz... Skula. Hə, bax, bura... Bir də baxın, görsən necə məndə çıxdı? Kəsimetriya. Sən onu mənə eləsən, super görməcə. Sonra o qədər ayda qızlar. Yəni görürsünüz necə qəşəng təbii qalır. Adam var ki, həqiqətən gedir kosmetoloqa, pis günə qoyurlar da üzünü O görsünlər. pasientlərdənsə ki, mənə təbiili istəmirsən, amma mən... Halbuki mən istəmirəm təbii qalır. Mən deyirəm, mənə belə şeylər. Mən dodağıma baxın. Hə, indi baxın. Saranı. Ay, necə gözəl. Sarxan Hanım, mən qalmışam suların arasında. Çox qəşəngdir, çox. Məni? Qaşlarımı da almalıyam. Qaşlarım sırası tüklənən kimi... Снимаешь? Да.
Sizə o lazım deyilsə, sizə yalandan onu eləməyəcəkdir. Sizə nə lazımdırsa, onu da eləyəcək. Mən dodağımı çox bəyəndim. Hələ şiş var. Super, hər şiş var. Əslində Mütləq gəlində həkim, kosmetolog, Saraçka. Getdi yeməyə. Gəlir. Ay da Xloyanın necə qəşəng gəlir. Özümə vurur eləyir. Qızlar, midi. Mən bunu ikinci dəfə də yeyirəm. Birinci dəfə yeyəndə bəyənməmişdim. Sən yeməyəcəksən. Birinci dəfə bəyənməmişdim. Bəyənməmişdin də onu. Yox, görün bu necə olacaq. Çək. Я только этот осой. Getdik kafeyə. Uşaqlar, yeni partimiz. Davam eləyir. Bu tərəfdə nə söyləyir? Prosta sən qalın geyinmisən, mən çox nazik geyinmişəm. Naziksən, hə? Sarxanı, hə. Burada oturaq, necədir bura? O, давай сюда. Getdik. Ora qəşəngdir. Niyə холодно? Gedəcək. Ay. Sən o bir dənə təzə xəstələmisən. Hə, oyda, dalbadan. Bunu Eləmişdim. çəkə bilərəm Sara. Bir dəqiqə olar. Gülnarın takipçilərə salam deyirik burada. Salam Sarxanada. İzvinit elbette düzgün sözdə istifadə eləmək bilərəm. Yəni bir videonun altında kommentarlar açıldısa, mən düşünürəm ki, yəni hər bir insanın haqqı var öz düşüncələrini ora paylaşmağa və biz buna biz baxmalıyıq. Gir burnumun içinə. Davam Nə elə. bilərsən problem. Yox, davam elə. İnsan biz orada Sarxanı bacı ilə mahnı oxumuşuq. Və orada yazılır ki, qəşəng oxumuruq. Hə. Və biz buna pis baxmırıq. Bu sizin düşüncəniz. Mən də yazdım ora. Hörmətlə yanaşırıq. Bilirik ki, yaxşı oxumuruq. Hə, yəni bilirik. Amma mən amma məni elə bir təriflədilər orada. Sən yaxşı oxuyurdun. Yəni onu demək istəyirəm ki, siz ürəyinizdən istədiyiniz hər bir şey yaza bilərsiniz. Tənqid və açığıq. Bəli. İşte mən öz kosmetolog olaraq reklamlar edeyim özünü bir anlıq. Yəni həmişə deyirəm ki, yaxşı da pis deməliyik ki, çünki biz irəliyə doğru getməliyik, amma təhqir olmayan yerdə. Bəli. Bu xabiyyət telefonunuzu çəkin. Yaş qoyumu da çəkeyim. Ay, yavaş. Mən bunu dodağıma vurdum, neçə o? Yaxşı da. Allah xəstəsən. Burada da güzgülər var. Qəşəngdir. Gülnar jurnalda təqdim eləyir. Yanıyor buralar. Kızlar, mən 28 mola gəldim. Qızlardan ayrılıb gəldim bura. Görüm nə tapıram özümə, nə ala bilirəm. Kızlar, New Yorker'da belə bir kofta gördüm. Çox gözəl rengi var.
Üzülürsən. Görmədim ayaqlarını. Nə oldu? Dodağını həm göstərir, həm də ki, yoxdur. Я наказал, мимо наших окон снова плыли миражи. Hamısı mənim veşilkalarımdır. Merhaba, sandviç eləmişəm. Bir də kruasan alacağım yoldan. Hı? Bir dənə də burada pendirli sandviçdir. Xoşuma gəldi. Mervanı kimi istirmədim çünki tam sağalmayıb. Qorxuram birdən kimi istirərəm. Birazdan xəstələnər. Bu günləri həkimə aparacağım. Görüm nə deyəcək həkim. Merva ye onu. Ye. Bunlardan biri olmalı da baba. Belki sen bakmayacaksın. Şimdi görünür. Mənə bax. Qızlar, gedirəm Mervanı hazırlıqdan götürməyə. Dərsən sonra hazırlığa qalır Merva. Evə gələndə yatmışam, üzüm gözüm bütün şişdi. Sonra da aparıram Mervanı poliklinikaya. Həkimə gedim göstərim, görüm necə duruşaq. Berkiydi. İçisini yedim. İçisini yemedim. Ha, yaxşı. İçi berkiydi. Süt gəl, taksi gözləyir, bizi gedirik poliklinikaya. Mervanı gətirdim. Başqa bir həkimimiz var idi, pediatr. Onun yanına. O birisi həkim poliklinikada. Dedim bir buna da gətirim, yoxlayayım. Dedi ki, yüngül. Dedi, yüngül bronxitdir. Bu ne demek yemen hastalığıyım. İndi gedirəm məktəbə arayış almağa. Of, ayaqla gəzə-gəzə gedəcəm. Elə. Bir də maşın, taksi var. Acından da ölürəm Merva. Sən də yəqin açsan, hə? Bir şey yeyək. Yok ben aç değilim. Bu mənimkidir, bunu tut. Mervaya bulka aldım, özümə də simit. Bu da mənimdir. Değiştirdiğim farklar. Görək indi bu həkim nə deyəcək. Mervanın əsas həkimi var, hansı ki uşaqda çox bronxit olurdu. Həmin o həkimin yanına apardım ki, bir o da baxsın. Gəzə gəldik Boranı restoranına. Su. Sunan doğa olmaz, sonra qarnın ağrıyar. Onu da böyle yedi. Bunu içeyim. Da içeyim bunu içeyim. Doğanı yer. Qabağa üz otur. Qabağa gəl. Yeniden yapacağım ve bu kez her şeyi içine yemeyin. Deməli qızlar, bayaqları bir mağazadaydıq. Qəşəng şeylər almışam orada. Onları sonra göstərərəm. Amma bunu da Mervaya orada hədiyyə verdilər. Atmak istedim. Tuza bilmirəm. Şimdi ha, bu tutacaq yeridir deyəsən belə. Wow, sade karandaş da var. Ben bunu istiyordum. Bir su boyadırsan, ben de bırakırsan. Nasıl? Aa. Wow, ben aşağı ezdim.
Biz Life Center-daydıq. Oradakı mağazada verdilər bunu Mərvaya. Qızlar, mən ASA xidmətdəyəm. Təzə şəxsiyyət vəsiqəmi çıxartdım ona görə ki, burun əməliyyatından sonra üzüm tanınmır. Mehdi də gəlir. Onun da şəxsiyyətdə itib dedim, gəl elə bir dəfəlik həll eləyək. Kurtkam qalıb restoranın içində, kafenin içində. Yadımdan da çıxıb, belə qəşəng də çıxıram çölə, görəm, üşüyürəm. Mehdi getdi götürməyə. Kalev mağazasına gəlmişəm. Ay Allah, bu necə gözəl yeni aksesuarları var. Çok qəşəng şamlar da var burada. Mehdi getdi işə, işlərini dalayacağım. Mən də gəldim evin yanında Boha restoranı var. Çox xoşum gəlir burada. Belə yüngül bir şeylər istədi ürəyim. Çünki çox acıydı. Əslində tort yedim, amma o mənə doydurmadı. Çörəksiz yiyəcəm bunu. Sinozun ən tanınmış bu kremini mən qəti bəyənmədim. Mənim dərimə düşmədi. Dərim halbuki yağlıdır, amma mən bunu istifadə elədim, dərimi çox qurutdu. Ona görə bunu mən görüm iradəyə vermək istəyirəm. Əgər xoşu gəlsə o da istifadə edər, onda xoşu gəlməsə kiməsə verər. Mən gedirəm İradəgilə. Nə vaxt getmirəm onlara, darıxmışam. Belə bugün zəhləşdik, dedi ki, dur gəl bizə, maması da oradadır. Çox istəyirəm mamasını. Bəzi əlimdə burada hədiyyələrim var. Şam falan belə almışam. Sonra həmin o dediyim Sinozun kremini verəcəm İradəyə, görüm xoşu gələcək. Mən çıxıram evdən. Qızlar, mən dəhşət acam və yollar dəhşət probkadır. Ona görə tez bazar girdim bura ki, bir dənə Sezar salatı yiyeyim. Yoxsa ki, mən iştəhər olaram acımdan. Hə, qoy. Mersilərimi çək. Hə, əsas budur. Bahalı konfetləri. Bunu İradənin uşaqlar da, şagirdlər verib, təzə açdı. Bura necə qaranlıq düşdü. İbrahim. Где ты? Ay Allah, Xədicənin otağı. Sən öpüm də gedirəm. Canım mənim. Çıxardaq səni Mərvanla bulvara. Şaxta baba yerləri var. Kopya sənə kimi danışdım. Şaxta baba. Уже сколько тебе лет? 12 лет. Ay maşallah. İradənin gəlib padvalına girmişəm. Mənim burada veşlərim var. Sapaş kimi zadını gətirib qoymuşam bura. Yandırıb ranşığını. Budur. Hə. Bu karobkalar da mənim. Mən gətirmişəm. Bilirəm. Hə. Bəs burada ağ karobka var idi. Sapaşkilərim var idi ağ karobkanın içində.
Hə, apar da. Hani mənim sapaşkilərimsə? Az bunun üstə heç olmasa bir şey örtdən ha. Azan kim qoyub? Palçığın içində qaldı burada. Toz bastı. Deyil, elə onu at. O da mənimkidir. Bu nədir? Kim gelirsə. Hə, yazıq ama bunu nə qədər pul vermiş. Teyze paytoma gelmiyor bura. Burada mənim sapaşkim var idi, Radə. Hardadır görəsən? Hayca. Bilmirəm. Ha. Ne kaputamın qabağını götürsən? Kampot tapacağım bu dəqiqə buradan aparacağım. Niye kamput burada? Ver. Ay qız buna bax Zelhomdan almamışdıq biz bunu. Bu nədir Radə? Sen almışdın. Bu nədir? Yox, bu istəmirəm. Başqa nə var baxın görüm orada. Baxın qızlar İradənin. Tuşluğa götür. Hansından götürüm? Ya bir də bunu götürəm. İnsaflıyam balaca. Bunu götürdüm. Hadi göremem bu şey. Bundan götürdüm. Getdik o birisinə. Hayır bu da değil. Gəl o birisinə. Bu hardan yanır? Az tokasa da əlim deyər. Hə. Tapdın? Mənim güzgüm. Tapdın? Mənim şeyim, çörək maşınkam. Mənim qablarım. Ay Allah, mənim yastıqlarım. Allah haqqı yadımdan çıxıb. Mehdi də məni gözləyir, orada mənə baxın da. Burada bir servisim var. Ay da hanı bəs o? Ay İradə! Az o hardadır bə? Tapa bilmirəm. Ah, koropkadır. Ah, koropkada sapaşki. Vardı korupkasıydı bu. Nə? Yox, belə sapaşki koropkasıydı ağrı. Ah. Ne oldu? Sen Gülnara baxın. Biz bayaq elə bir xəstə idik də. Hə, Mərva? Bayaq biz elə bir xəstə idik axı. Sağaldın mı? Bayaqları bu mənə deyir ki, mama mənə bax. İnansız şoka düşdüm ki, yəni bu necə belə gözəl, zövqlü geyindi. Hı? Bunu güyle çıkartmayın. Yüzüğü çıkmadan. Eldilerini Gəl. Oynamaq istəsən get oyna. Uşaqlıqda hamımız biz belə geyinməyə arzulamışıq. Mən gözümü yumurdum, xəyalımda belə şeylər geyinirdim. Mərvanın sürprizini pozdum. Res qaçdım qapını. Mən baxıb görürəm, bunun səsi gəlmir. Sən demə bu otağı təmizləyirmiş. Amma sənə toz olmazaq ürəyim. toz değil. Gəl bura, gəl, can. Buralar biraz tozdu. Gəl, çox sağ ol.